Salam əziz tələbələr, indi isə aşkar operatorlar mövzusuna aid olan belə bir testə baxırıq. Gəlin görək necə həll olur. Deməli, aşkar operatorlarda bütün qaydalar qarşısında verilmişdir və həmin o qaydalara əsasən biz test tapşırığını yerinə yetirməliyik. Birinci növbədə mən burada görürəm ki, qara kvadratın mənası yanındakını 2-yə vurmaqdır. Buna əsasən mən düşünürəm ki, yuxarıda görürsünüzmü, qara kvadrat verilibdir. Bax, bu qara kvadratı operatoru ləğv etmək üçün onun yanında verilənlərin hamısını biz 2-yə vursaq, həmin o qara kvadratdan canımızı qurtarmış olarıq. Yəni 2 vurulsun, mötərizədə 2 üstə gəlsin A. Bunu yazıq. Artıq biz bu orta hissəni həll etdik və gördüyünüz kimi nəyi tapdıq? A ulduzun mənasını tapmış oluruq. Bundan sonra artıq biz misalımızı həll edə bilərik. Aşağıda gördüyünüz kimi 6 yanında ulduz verilibdir. Mötərizənin içərisindən kənarlara doğru həll etmək lazımdır. Və buna əsasən mən A-nın yerinə 6 yazsam, gördüyünüz kimi burada alınır 2 vurulsun 8, yəni 16. Biz artıq mötərizənin içərisinin 16 olduğunu tapmışıq. Daha sonra qarşısında gördüyünüz kimi bir dənə qara kvadrat var. Bunun həlli qaydasını da bax burada yuxarıda bizə vermişdi. Qara kvadratın mənası nə idi? Biz demişdik ki, qara kvadratı yox eləmək üçün onun yanındakını 2-yə vurmaq lazımdır. Bu səbəbdən 2-ni 16-ya vururuq və düzgün cavabımız olur 32 C variantı.